Bildiğiniz kimi 15 avqust 2021-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin əskəri Əhmədov Mirzə Balaqardaşoğlu uzun müddət xəstəlikdən müalicə aldıqdan sonra vəfat etmişdir. Dəfn mərasimi keçirilmiş. Hal-hazırda biz Cəlilabad təşkilatımızın ofisində olmaqla Yeni İctimai Nəzarət Təşkilatının qazilər və şəhid ailələri ilə iş üzrə sədr müavini sevgili xanım Rəsulova, Lənkəran təşkilatının sədri Elmir Axundov, təşkilatımızın səhiyyə məsələləri üzrə sədr müavini Cəfərov Yağub, Ağaverdioğlu və digər üzvlərimiz toplaşmışıq ki, şəhidin hüzr mərasimində iştirak edək. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah gələn ayaqlarınızı var eləsin. Şadlığa, xeyir işlərə gələsiniz. Təşkilatımızın çiçəklənməsi uğrunda atılan hər bir addım bizim uğurumuzdur. Bugün isə biz şəhid mərasimində iştirak eləmək üçün Cəlilabad rayonunun Ocaqlı kəndinə yola düşürük. Allah bütün şəhidləri rəhmət eləsin. Elmir müəllimlə gəlmişik Cəlilabad rayonuna. Təlim müəllim, çox sağ olun. Qonaqpərvərliyinizi gördüm. İndi inşallah bizə durub buradan gedirik şəhidimizin üçünə, yas mərasiminə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Amin inşallah. Biz də Lənkəran təşkilatı olaraq şəhidimizin üzr mərasimində iştirak etmək üçün gəlmişik. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Bu boya bir də şəhid gəlməsin inşallah. Allahın köməyi ilə ailəsinə də, bütün Cəlilabad elinə də başsağlığı veririk. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Qazilərimizə can sağlığı versin.